Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Gənclər Hara Baxır layihəsinin xüsusi buraxılışını izləyirsiniz. Biz hal-hazırda Nabrandayıq. Bizi burada Kəmalə xanım qarşılayacaq. Azərbaycan Uşaqları İctimai Birliyinin sədri. Bugün onunla, sizinlə birgə onun qonağı olacağıq. Bəli. Salam Kəmalə xanım. Ay, aleyküm salam. Mən də istəyirdim, turnikdə dartdım. Dartın görüm. Dartına bilirsən. Çətin. Necəsiz, xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür edirik. Bugün bizə bu imkanı yaratdığınız üçün minnətdarıq. Sağ olun, ona sözdür. İcazənizlə sizin fəaliyyəti çəkək. Gözümüz üstə, düzdür. Biz hələ bir balaca səliqəsizliyimiz var. Çünki görürsünüz, ustalar işləyir də. Amma çay da olacaq, yemək də olacaq, çəkiliş də olacaq, hər şey olacaq. Bax, ora bizim zonamız. Aha. İndi ora biz istəyirik ki, Akuna Matata adı da qoyaq. Əla. Qəşəng düzəldir. Bir dənə də bundan alacaq. İnşallah. Deyir inşallah, nə xəbərdir? Uşaqlar maşallah aktivdirlər. Mən baxdım. Çox. Dayanmırlar bir dəqiqə. Bax, o sağ olsun. O evin, torpağın sahibinin besetkasıdır. Gətirmişik. Aha. İndi qoymuşuq ora. Onu qəşəng kraskalayacağıq, düzəldəcəyik. Sezon bitəndə də onu ədəli-düdəli qaydada aparıb təzədən qaytarıb qoyacağıq yerinə. Neçə müddət burada olursunuz? Bu dəfə avqustun 15-nə qədər. Çünki ömür dərsə gedəcək. Aha. Onun dərsi tez başlayacaq. Ona görə biz tez gedəcək. Onu oynayırlar deyəsən. Ha, bunlar uno xəstəsidirlər. Az o kimin tapçıqasıdır? Nalaşıblar yəni. O kimindir? Allaha and olsun. Dəqiq bizdən deyil. Valla bizim tapçıqadır. Gündəlik planlama necə olur? Gündəlik planlama, səhər-səhər, daha doğrusu çalışırıq ki, o yay ab-havasını və kənd həyatını yaşadaq. Qızlar adətən kənddə tez dururlar, mən dəyişmişəm. 9-un yarısından start veririk. Aha, qah komandası verilir. Başlayırlar yavaş-yavaş durmağa. Uşaq sayı da çoxdur. Ən birinci duran, əlbəttə ki, biz işçilərik. Dururuq, məsələn, mən birinci dururam, başlayıram yemək məsələlərini həll eləmək. Deyək ki, kaşa bişirirəm. Kaşa bişirəndə mən mütləq canlı açıram. Çünki artıq bu bir ənənə olub. Mən kaşa bişirə-bişirə söhbət eləyirəm. Nəsə fikrimi bildirirəm. Kaşa hazırlanır, başqa yeməklər hazırlanır, yumurtası bişirilir. Sonra birinci balacaları durğuduruq və mütləq birinci əl-üz yumaq üçün növbə cərgələr düzülür. Çünki bir xaos olmasın, bir antisanitariya olmasın, onu nəzarət eləyir müəllimlər. Uşaqlar, özdə görürsünüz, hamısı qızlardır da, cəmi 2 dənə oğlanımız var. Qızların hamısı bir-birinə nəzarət edir, böyüklər balacalara nəzarət edir. Balacaların əl-üzü yuyulur, paltarı dəyişilir, pijamaları və otururlar süfrəyə. Birinci 7 nəfərin yemək saatı başlayır. Ən balacalarımız da onlar 7 yaşa qədərdir. Sonra başlayır 7, 11, 12 yaş arasında, o 11 nəfərdir. Yerdə qalanları isə 13 yaşdan yuxarı, 18 yaşa qədər olanlardır. Onlar da artıq bizə kömək eləyirlər. Bu süfrə yığışılır, bu süfrə yığışılır. Orta yaşlılar, balaca yaşlılarla gedirlər, artıq başlayırlar oynamağa, əylənməyə. Biri şəkil çəkir, biri nəsə eləyir, biri başlayır, tualeti gəlir təzədən, ona gedir. Və o böyük komandada yiyəndən sonra artıq müəllimlər oturur yeməyə. O ərəfədə böyük qızlar süfrəni yığışdırırlar. Mətbəxdə köməkçim var. O kömək eləyir qabların yuyulmasında. Amma bütün o çeşidləmədir, soyuduculara yığılma, bunların hamısına özüm nəzarət eləyirəm ki, bir səliqəlilik olsun. Yorğunluq əlbəttə olur, amma yorğunluq o qədər biz bunu sevə-sevə eləyirik ki, biz o yorğunluğu uzananda hiss eləyirik. Ay bala, nə oldu o maşına? Külək bunu belə elədi. Ərbədə maşın.
Uşaqlarındır, hə? Balacalarımızındır. Qurumağa qoyublar. Bəli, bəli. Onlar başmaq olaraq davam gətirmir. Ona görə Kəmalə xanımlar üçün bir növ Nabranın simvoludur bu. Yay məktəbimizin simvoludur. Əziz izləyicilər, hal-hazırda Zəhrə xanımla birgə uşaqların yataq otağına daxil oluruq. Hal-hazırda setkalar salınır. Hansı Yorulmayasın. pəncərə açılan zaman hava rahat daxil olub çıxsın və böcəklərdir, axşam ağac qanadlardır, onlar içəri daxil olmasın. Hər gecə matraslar salınır. Uşaqlar yatırlar və hər səhər onlar toplanır. Çünki bura təkcə yataq zonası deyil, həm istirahət zonası, həm qonaqlar gələndə yerdə yastıqlar salırıq, otururuq, söhbət eləyirik. Ailə belə deyək, ortamı yaradılır. Ona görə hər günlər yığışdırılır. Ömür istəyir ki, sizi ofislə tanış eləsin. Gülmək olmaz? Olmaz. Zeynəb xanım Azərbaycan Uşaqlar İctimai Birliyinin hüquqşünası və Sosial Hüquq Departamentinin rəhbəridir. Çox gözəl. Eyni zamanda bizim layihələrin koordinatorudur. Burada hələ də bizim qəbullarımız həyata keçirilir. Nabrana gəlmişik deyə iş prosesi dayanmır. Sənədləşmə işlərimiz olur. Böyük bir festivalımız olacaq. Zeynəb xanım bu barədə məlumat verəcək. Eləmi? Bəli, inşallah 1 avqust tarixində böyük bir festivalımız olacaq. Uşaq və ailə festivalı. Bu bir çərpənək festivalıdır əslində, amma içərisində bir çox fəaliyyətlər nəzərdə tutulub. Hansı ki, meşə və dəniz hissəni Nabranın dəniz sahilində özündə birləşdirən bir ərazidir və həmin ərazidə biz həm uşaqlar, ailələr, gənclər, yeniyetmələr üçün böyük bir festival nəzərdə tuturuq. Həmin 30 iyul tarixi Beynəlxalq Dostluq Günüdür. Həmin Beynəlxalq Dostluq Gününü həsr eləmişik. İstəsəniz həmin ərazini gedib görəndə detalları orada danışarıq ki, biz orada nələr, hansı fəaliyyətlər nəzərdə tuturuq. Əziz izləyicilər, hal-hazırda festival keçiriləcək ərazidəyik. Burada biz əsasən şimal regionunun ailə, uşaq, yeniyetmə və gənclərini cəlb edəcəyik. Eyni zamanda burada həssas qrupda olan şəxslər də olacaq. Hansı ki, az təminatlı ailələrin övladları, şəhid ailələrinin övladları, eyni zamanda xüsusi qayğıya ehtiyac olan uşaqları biz burada görəcəyik. Burada bizim tərəfdaşlarımız var. Xaçmaz rayon İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bizim tərəfdaşlarımızdır. Biz bu ərazini ilk əvvəl Kəmal xanım dediyi kimi 3 gün öncədən Regional İnkişaf İctimai Birliyinin könüllüləri, bizim tərəfdaşlarımız, bizim öz könüllülərimiz, uşaqlarımızla bir yerdə ərazini təmizləyəcəyik. Ərazi təmizləndikdən və müəyyən təhlükəsizlik tədbirləri görüldükdən sonra festivala hazırlıq işləri başlayacaq. Biz burada dekorlar yığacağıq. Gedirik işlərimizi görmək. Elə Zeynəb Yemək pişirmək lazımdır, hə? Yemək pişirmək. Danışdıqca mən fikirləşirəm ki, yaxşı könüllülər axı bir neçə saat burada iş gedəcək də. Hala. Gül taxıb qulağına. Deyirəm də Qazan xanın oğlu Tural. Gül yığır bütün günün. Biabır eləyir bizi. Bəli, Nabran qəsəbəsində ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri Muraveydir. Bizim də bu əraziyə uyğunlaşmamız üçün artıq uşaqların bir Muraveyi var. İstifadə edirik bundan marketə getməyə, su gətirməyə, uşaqların asudə vaxtını təşkilinə həyata keçirməyə. Su daşıyırsan da bunda. Bəli, Bəs bəli. kim sürür? Mən sürürəm. Siz özünüz sürürsünüz. Adı bayaq Kəmalə xanım fərqli demiş. Düratdır əslində adı. Kəmal xanım öz arasında özünə ad qoyub. Nənələr necə nəvələrinə adlar qoyurlar, Kəmal xanım da ona xüsusi bir ad qoyub. Mən heç onu adını səsləndirmək istəmirəm. Dürat kimi xatırlayaq biz bunu. Zor böcəyi tapıblar deyəsən. Mən daşı kiminsə əlinə qoyacam. Amma kimin əlinə qoyacam səsini çıxartmasın. Yaxşı? Yox, gözünüzü yumursunuz. Amma mənə biz bir-birimizə işarə verə bilərsiniz. Məsəl üçün, mən deyəndə ki, kimdədir daş, onda deyə bilərsiniz. Amma heç kim deməsin. Məsələn, mənə belə göz vura bilərsiniz. Bir dənə göz vurun. Yox, iki gözünüzü, bir dənə də göz vur. Nə qəşəng yaraşır sonra. Bura yeməkxana hissəmizdir. Hansı ki, burada yeməklərini yeyirlər, oyunlar oynayırlar, çay içirlər, söhbət eləyirlər. Həmin ərazini bir qrup yığışdırır. Bu masaların da xüsusi özəlliyi var deyəsən. Bəli, bu balacaların masasıdır. Körpələr ilk olaraq buradayır. Birinci onlarla başlayır səhər yeməyimiz. Orta qrupdur, 10-11 nəfər. Onlar bu masa ətrafında əyləşir və nəhayət böyüklər başda əyləşirlər. Və bir də o pərdəli yerdə müəllimlər üçün, heyət üçün nəzərdə tutulur. Uşaqlarımız üçün oyuncaqlar var nəzərdə tutulur. Günün müəyyən hissəsi günəş olmayan saatlarda orada öz vaxtlarını keçirdirlər, oynayırlar. Hava biraz daha yaxşı olanda torpaqla oynayırlar. Buna da şərait verədirik. Hə, hamısı meşədə olacaq demək. Bəli, bəli. Gel bura komik
şeyler eləyəcək. Yazacaq, tualetə girmək 50 qəpik. Jeton sistemi eləyəcək. Çalışmışıq ki, həm müasir, həm kənd sayağı bir şərait eləyək. Tualetlər eləsəydim. Siz hər gün su gətirməyə gedirsiniz elə? Bəli, gündə bir dəfə, bəzən gün aşırı təxminən 45 nəfər yaşadığına görə bəs eləmir. Ona görə demək olar ki, hər gün gün aşırı gedirik. 2-2, 3-3 gətirib gəlirik. Sürücü də Sürücümüz də hüquqşünasımızdır. nə gözəl. Axşam uşaqlarla baxırdıq ki, gəl 2 maşın gələnlərdir. Bu yaxdılar. Ver mənə. Atım onu. Telefonları qoymuş. Bu yaxınlarda toy olub sizin sığınacaqda, eləmi? Bəli, bəli. Mənim qızlarımdan birinin 18 yaşı keçən il noyabrda tamam olmuşdu. Bizdən çıxdı, dedi ki, bəs anamın yanında qalmaq istəyirəm. Bizdəki 18 yaşı tamam olana heç vaxt demərik ki, yox, qal. Amma nə deyirik? Təhsili yarım çıxsa deyirik ki, qal, getmə imkanı yoxsa, qal bala, oxu, biz sənə dəstək olaq. Dedi ki, yox, anamın yanında təhsilimi davam elətdirmək istəyirəm. Əlbəttə ki, anasına təhvil verdik. Hardasa aprel ayı idi. Aprel idi. Yox, mart. Martda Novruz bayramında gəldilər. Əvvəlcə zəng elədi ki, bəs xala, mən bir söz, o bilir ki, mən evlilik məsələlərinə biraz belə fərqli baxıram. Ki, xala, nə olar, mənə danlama, amma mən nişanlanmışam. Abala, nə tez ki, bəs oğlanla elə anasının salonunda işlədiyi yerdə tanış oldum, belə yaxşı oğlan. Dedim, götür, gəl oğlanı da görək də. Dedi, olar, istəyirik. Dedim, mən olmur ki. Gəldilər. Gördüm, normal bir oğlandır. Həqiqətən onu sevir. İstəyirlər, bir yerdə olsunlar, ailə olmaq istəyirlər. Və biz öz dəstəyimizi göstərdik. Deyilənlərə görə çox gözəl bir toy olub. Mən izləmişdim sosial mediada, həqiqətən maraqlı idi. Maraqlı, valla mən elə bir haldaydım ki, özümü əsildir, o deyir toy sahibi, qız anası, hətta oğul anası kimi də hiss eləyirdim. Ona görə mənim üçün necə keçdiyi məlumdur. Hərdən çönürdüm ki, görürdüm orada təzə gələn adamlar var, onları yerləşdirmək lazım. Bir belə çönürdüm ki, artıq Zeynəb gili stolu daşıyırlar, aparırlar, Elnur mənim buradan, Gülnar mənim buradan. Yəni, o toy həqiqətən bir birlik idi. Biz cəmi 150 nəfər dəvət eləmişdik. 350 nəfər gəlmişdi. Yəni, biz gözləmirdik ki, o qədər insanlar mən də gəlirəm deyəcək. Və müğənniləri olsun, biz xüsusi olaraq, məsələn, mən rejissor işləmişdim deyən bir neçəsi ilə münasibətlərim demək olar ki, hamısı ilə var, amma bir neçəsi ilə özüm danışmışdım. Bilirdim ki, toylar ərəfəsidir, məhrəmlik gələcəkdir deyən, ona görə həddən artıq çox toylar basırıq idi. Məsələn, Elnur Qəbələdən toydan çıxıb gəlmişdi. Gəlib çatmışdı. Birbaşa gəlmişdi. Birbaşa gəlmişdi. İradə İbrahimova idi. Namiq Qaraçuxurlu ümumiyyətlə sürpriz idi. Onu qızımıza maşın hədiyyə eləyən komanda, Hüseyin Qasanovgilin komandası, Rusvangilin komandası eləmişdilər. Və bu gənclərə böyük bir dəstək idi. Çünki cəmiyyət də bunu görməklə əlavə həm də bir motivasiya olunur gənclər. Ki, ailə demək gözəl bir hissdir ki, buna dəyər verən insanlar var, bunu dəstəkləyən insanlar var. Və siz o anda nə hiss elədiniz? Həmən o xanımın uşaqlığı gözünüzün önünə gəldimi bir anlıq? O mənim yanımda 12 yaşından olub. Çox çətin bir yaş dövründən gəlib də. Mən həmişə ona deyirdim ki, sən güclü qızsan, sən bacaracaqsan. Həqiqətən də güclü uşaqlardırlar. Uşaqlığı gözümün qabağına
Gəlməyi də oldu, danlamağım da oldu, qışqırmağım da oldu. Bunu geyməyəcəksən deməklərim də oldu. Saçını örəcəksən deməyim də oldu. Hər şey yadıma düşdü. Hər şey. Hani bir qürurlanmış olarsınız yəqin ki. Məncə bir qızın xeyir-dua ilə evdən çıxarılmasından gözəl heç bir qürur yoxdur. Evet. Mən o öz evimdən çıxartdım. Ümumiyyətlə mən əhd eləmişəm ki, nə qədər sağam. Mənim yanımda uzun müddətli qalıb və ailə quran qızlarım hər biri mənim evimdən gəlin köçsün. Mənim qızım yoxdur, amma onlar mənim qızlarımdır. Yəni bioloji qızım yoxdur, amma hər biri mənim qızımdır. Və mən ümumiyyətlə bizim müəssisənin artıq adını da formalaşdırmışıq. 20 ildən sonra adını formalaşdırmışıq. Qızlar Qalası. Xüsusi proqram eləyəcəyik. Təlimlərdən biri də pulun idarə edilməsidir, maliyyəvin idarə edilməsidir. O sırf o qızlar üçün olacaq ki, artıq 16-18 yaş arasındadılar. Onların arasında 10 nəfəri SOCAR proqramında oxuyub. Onlar bu gün sabah artıq kiçik də olsa maliyyə vəsaitlər əldə eləyəcəklər. O maliyyəni sən tək başına necə idarə eləyəcəksən? Sən o vəsaiti necə bölməlisən ki, sən kimdənsə asılı olub borc asılılığına da düşməyəsən? Mən mətbəxdə olanda bala, çox ora-bura qaçıram. Yəni bir yerdə dayanmıram, yox. Çünki dadına baxmalıyam, görüm bunun dadında nəsə var. Dadı inşallah olacaq. Bəyəndiniz özünüz? Hələ bir duz da vurum da. Hələ qatqılarını vurmuşam. Duz vurmamışam axı. Qoy bir dənə bomba belə eləyib. Biz Ordubadlıyıq əslimizdə. Biz buna maş şovrası deyirik. Yəni o lobya supu, şorba elə şorbadır. Maşdakı lobya deyirik biz. 5 nəfərin üstünə 2 nəfər də gəlsə, 47 nəfərdən heç nə dəyişmir. Yəni çox rahat qala bilərsiniz. 2 dənə orada qatlama çarpayım var, miçətkənim var, yorğan döşəyimiz var. Uzağı açacağıq, açıq havada yatacaqsınız. Və sonra heç bir problem yox. Qonaq pərvərləriniz üçün təşəkkür edirəm. O nə sözdür oğlum? İnşallah. Hə, onlar çox rahat. Biz tədbirimiz olanda, kimisə ad günü olanda əməkdaşlarım bir yerdə istəyirik də eləyək. Qızlara bircə kəlmə deyirik ki, qızlar, bugün siz özünüz nəzarətin, balacalar da var axı gördünüz nə qədər. Özləri. Onlar oxuyurlar. Məsələn, Ayşə modelyer dizaynerdir. Gələr bitirirsən də sən hansı universitet yoxsa? Peşə oxuyuram, universitetin razılaşır. Hə, inşallah, uğurlar. Hə, hazırlığa da gedir əlavə olaraq. Məlikə aşpazlığı bitirdi. Aha. Niyə bişirmir bəs? Bişirir. Uşağın vaxtı yoxdur. Məlikə mənim yanımdan çıxartmaq olmur Bakıda. Burada sadəcə ona daha məsul işlər gördünüz də, məsələn, sanuzellər nəzarət edirdi. Daha faydalı işlənəməz. Bunlara biz 4-5 qızdır ki, bunlara ahbaba deyirik. Yəni artıq oturuşub, böyük bir ailəni idarə eləyəcək qızlar. Yəni söhbət 3 nəfəri yox da. Burada gördüyümüz hər şeyi qoyub gedə bilərsən, o çox rahat idarə eləyəcək. Nə gözəl. Biri səhər süfrəsini hazırlayır, o biri salat eləyəcək, biri uşaqlara nəzarət eləyəcək, yeməyində olacaq, biri yeməkdən sonra uşaqların yatızdırılma prosesinə nəzarət eləyəcək. Yəni, artıq o qızlar, o 4, hətta 6 qızdılar. Aha. Çox yetişiblər. Biz bura 35 uşaq gətirmişik də, amma 15 uşağımız, hal-hazırda qızımız evlərinə qayıdış prosesindədirlər deyən, onları ailələrinə yay tətili üçün vermişik ki, görək ünsiyyət necədir. Aha. Ümid eləyirik ki, uğurlu olacaq, sentyabrdan öz ailələrində davam eləyəcəklər. Əgər problem olacaqsa, yenə işimizi da qaldığı yerdən başlayacaq. Baxın, artıq bir işimizin, baba bu çerçojudur, fikir verirsiniz. Rəngləyəcəksiniz daha sonra, elə? Yox, o sapla işlənəcək. Hətta. Bunların hamısı sapla işlənir. Bu bizim çox möhtəşəm işlərimizdir.
İlahə qızımız var, Ayşə ilə. Hə, nə gözəl. Hələ silueti hələ indi formalaşır. Çox gözəl bir iş Və olacaq. çizgilər çox gözəldir. Bunların hamısı bizim qızların əl işləridir. Daha sonra sərgiyə çıxarılacaq, belə mi festival? Bəli. Biz bunları sərgiyə çıxardacağıq. 3 il bundan öncəki fəaliyyətimizi biraz da genişləndirmək istəyəndə qardaşım gətirdi, açarları qoydu. Dedi ki, mən buranı bağışlayıram sənə. Görürəm ki, uşaqlar burada çox xoşbaxtdırlar. Nə istəyirsən bundan sonra burada elə. Buranı bağışladı bizə. Oradan davamlı olaraq bizə insanlar başladı dəstək göstərməyə. Bu nəyə pislik? Sağ olsun. Biz burada qaldığımız müddətdə Çox sağ ol. heç yadımdan çıxmaz. Diskotekadan gecə qayıdırdıq saat 11-də. Gəldik, gördük qapıya meyvə tərəvəz qoyublar yeşiklərdə, kisələrdə ki, bu uşaqlara çatacaq. Yerli əhali dəstəkdirlər sizə. Yerli əhali Bakıdan, canlı yayımlardan görənlər hamısı sağ olsunlar, dəstək göstərirlər. Bilirsiniz niyə? Məncə onlar insanlar reallığı görmək istəyirlər. Və onlar bizim reallığımızı çox bəyənirlər. Düşünürlər ki, həqiqətən də hərənin bir keçmişi var. Hərənin bir rayona bağlı, təbiətə bağlı, bir köhnə ev əşyasına bağlı bir xatirəsi var. Fikirləşir ki, kaş məndə də, məndə də o zaman belə idi. Kaş məndə də bir dənə də, kaş mən də gedə bilərdim. Və o kaşlar insanların səni qəbul eləməsinə gətirir, çıxardır. Məndən söhbət getmir, gördüyümüz işdən söhbət gedir. İnsanlar bunu görmək istəyirlər. Biz də cəmiyyətə ailə modelini göstəririk. Ailə modelində övlada olan sevgini, dəstəyi. Mən bəyəm istəmirəm onlara, mən də istəyirəm. Amma mən biganə qalmıram da. Mən görəndə ki, onun qolu ağrıyır. Mən ona demirəm ki, əşi, heç nə olmaz. Mən deyirəm ki, sən ağır şey qaldırma, səni incidər. O da görür ki, bu bir qayğı var da. O biraz da qürrənəlir, ağrısını unudur. Bunları valideyn eləyərsəm, o uşaq heç vaxt evdən kənarda olmaz. Onu mənim bacım gətirir. Çox sağ ol. Ondan mütləq yemək lazımdır. Çayı götür, yaxına gəl, onsuz da çəkir orada. Mən bəzi suallar hazırlamışdım sizə. De gəlsin, sən də öldürdün, mən bayaqdan mən nağarram. Bu sahədə çalışmağa başlamağınızın səbəbi nə oldu? Uşaq müdafiəsindən söhbət gedirsə, ümumiyyətlə mən rejissor işlədiyim vaxtda da daha çox uşaqları konsert proqramlarına, teatr tamaşalarına cəlb eləyirdim. Yəni mən ümumiyyətlə uşaqlarla işləməyi öncədən də çox sevmişəm. Çünki məktəbdə də işləmişəm. Xüsusi qayğı ehtiyacı olan uşaqların internat məktəbi var. 11 sayılı yardımcı məktəb. Orada işləmişəm 90-cı illərdə. Və ümumiyyətlə evə gələn qohum, əqrabanın uşaqlarını həmişə mən bir araya gətirməyi xoşlayırdım. Müdafiə eləməyi xoşlayırdım. Məktəbdə olduqca aktiv idim, bəlkə oradan qaynaqlanır. Amma sığınacağın yaradılması, yəni belə bir təşkilatın Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində uşaq sığınacağını yaratmaq isə gecə saatlarında mən işdən qayıdırdım, rejissor işləyən vaxtı. Məni yolda 2 nəfər çantamı almaq üçün mənə hücum elədi. Və vurdular məni. Mənim çantamda elə də bir şey yox idi, amma bir telefonum var idi, bir də peçat var idi, möhür var idi. Mən bir ay xəstəxanada yatdım. Xəstəxanadan çıxandan sonra dedilər ki, bəs tapılıb da kimdir, siz gərək ərizə verəsiniz, şikayət. Qarşıma 2 dənə cılız yeniyetmə çıxartdılar. Araşdırdım, gördüm ki, onlar təhlükəli vəziyyətdə olan, küçə həyatı sürən, zərərli vərdişləri olan uşaqlardır. O vəziyyətə də gəlib çıxmaqlarının səbəbi ailələrdir.
Çox güman ki, oradan qaynaqlandı və mən o iki uşaq mənim ilk könüllüm oldu. Benefisiar olaraq ilk könüllülərim və o ilk könüllü digər uşaqları başladı cəlb eləməyə. 10 nəfəri, 10 nəfər, 100 nəfər, 100 nəfər, get-gedə 1000 nəfər və böyüdü. Bizim artıq 2 il ərzində 7000-dən çox qeydiyyatımızda olan uşaq var idi. Daha çox vaxtını küçədə keçirən uşaqdan söhbət gedir. Ən çox hansı səbəblərlə qəbul edirsiniz uşaqları sığınacağa? Ümumiyyətlə bizim istiqamətimiz konkretdir. Məişət zorakılığına məruz qalmış uşaqların, sosial təhlükəli vəziyyətdə olan uşaqları biz reabilitasiya alırıq. Bu, yəni bizim Əmək Nazirliyi tərəfindən, Əmək Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən akreditasiya olunmuşuq təşkilat olaraq və orada konkret olaraq göstərilib məişət zorakılığına qarşı fəaliyyət. Fikir verdim mən bayaq. Ən çox qızlardır demək olar. Cəmi 2 oğlan gördüm. Bu onu mu göstərir ki, məişət zorakılığına məruz qalan ən çox qızlardır, yoxsa necə? Yox, əslində biz keçən ildən istiqamətimizi belə deyək də daha çox qızlara formalaşdırdıq. Çünki statistikada göstərirdi ki, ən çox qızlar zorakılıq qurbanlarıdır. Daha çox sosial təhlükəli vəziyyətdə olan məişət zorakılıq qurbanları, təhsildən yayındırılmalar, erkən nikahlar, erkən nişanlılıq, erkən hamiləlik. Yəni bu faktlara istinad edərək bunların qarşısını almaq üçün biz keçən ildən artıq yanımızda olan oğlanları müxtəlif müəssisələrə istiqamətləndirməni Sosial Xidmətlər Agentliyindən həyata keçirdik və bu il artıq elan elədik ki, biz ancaq müəssisə olaraq qızlar müəssisəsidir. 2 oğlanımız, özünüz də görürsünüz, biri lap körpəlikdən böyütdüyümüzdür. O başqa bir müəssisədə ciddi travma yaşayır. Ona görə onun övladlığa gedənə qədər bizim yanımızda qalmasını məqbul hesab edirik. Digəri isə bacısı iləndir. Onlar da çox qısa bir zamanda reabilitasiyaları bitəcək. Bəli. Və ona görə də elə sığınacağın da adını Qızlar Qalası qoymaq istəyirik. İnşallah. Bu uzun bir müddət ərzində sizin fəaliyyətiniz baş verir. Ən çox sizi təsirləndirən hadisə nə olub indiyə qədər? Hər biri. Mən onları heç kateqoriyalara bölmək istəmirəm. Hər biri. Hərəsinin özünə görə bir ağırlığı var. Hərəsinin özünə görə bir acısı var. Faciəsi var. Mən onu bölmək istəmirəm. Amma elə hadisə olub ki, artıq ona yetməmişik. Kömək eləyə bilməmişik. Faciə ilə sonuçlanıb, öldürülüb və ya artıq ruhsal bir vəziyyətə gəlib düşüb, biz heç nə eləyə bilməmişik, çünki çox gec olub. Belələri olub. Bayaq erkən nikah məsələsinə toxundunuz. Yəqin ki, təcrübəniz müddətincə bu hadisələrlə qarşılaşmısınız. Erkən nikah deməyək, erkən evlilik deyək. Erkən evlilik məsələsində bizim təşkilatın çox böyük bir rolu olur. Məsələn, biz deyərdim ki, 3 ildən çox döyüldük, təhqir olunduq, söyüldük, erkən evliliyin qurbanı olan qızları qəbul elədik, qohum-əqraba hücum çəkdi, şillə təpikdə oldu, hər şeydə oldu. Rayonlarda nə qədər toyların qarşısı alındı, çünki bizə verilirdi məlumat, bizim aktivliyimizi görürdülər və cəmiyyət bu istiqamətdə adım anonim qalsın, filan yerdə toy var deyirdi, biz də polisə məlumat verdik. Elə olurdu ki, bir kənddən 11-12 toyun qarşısı alınır deyə bir ayda. Yəni, elə bir vüsət aldı ki, biz bunu həqiqətən də artıq cəmiyyətə çatdırmanın başqa bir variantını tapdıq. Bu da tamaşa idi, teatr tamaşası idi. Cehiz sandığı tamaşası ilə demək olar ki, bütün dövlət qurumlarından dəvət elədik və həqiqətən də əsl bu sahədə çox peşəkar insanlar, Ailə Qadın Uşaq Problemləri Dövlət Komitəsinin sədri, Milli Məclisin elə Ailə Qadın Uşaq Problemləri Komitəsinin sədri İcran xanım,
qeyri-hökumət təşkilatları agentliyinin rəhbərləri, prokurorluq, Daxili İşlər Nazirliyi, o qədər qurumları biz ora cəlb elədik ki, o tamaşaya baxmağa. Əslində tamaşa cəmiyyətə bir şillə idi. Aktyorlar kimlər idi? Hamısı öz uşaqlarımız idi. Özünüz. Elələri var idi ki, özlərini oynadılar. Elələri var idi ki, bacılarını oynadılar, analarını oynadılar. Və Cehiz sandığı tamaşası çox böyük bir səs-küyə səbəb oldu. Biz sandıq simvolik olaraq cehiz yığmaq üçün bir qutudur da, bu cür görmüşük. Və biz onun içinə başladıq uşaqların mesajlarını qoymağa. Ki, mən oxumaq istəyirəm. Mənim təhsilimi yarımçıq qoyma. Məni bədbaxt eləmə. Mən sevmədiyim insana vermə. Mənim uğurlarım sənin uğurlarındır. Və bu sandıqlar, düzəltdiyimiz sandıqların hamısını həmin o dövlət qurumlarının nümayəndələrinə, millət vəkillərinə verdik. Keçən il artıq erkən evliliyə yol açmış, illər boyu 17-18 yaş arasında olan o fərqi aradan qaldırdılar. Mən deyərdim ki, bu bizim ən böyük uğurumuzdur. Amma demirik ki, bu tamam kəsilib. Bu yenə var, yenə də olacaq, yenə də davam eləyəcək. Bu həmişə var. Çünki cəmiyyəti buna hazırlamaq lazımdır. Cəmiyyət buna hazır olmalı. Sizin ictimai birlikdə könüllü kimi müraciət edənlər olurmu? Siz deyin ki, könüllülük proqramında bugün növbədə dayanan nə qədər gənclər var? 500-dən çoxdur. 500-800 arası bizim illik müraciət rəqəmimizdir. Onlardan 30-40 arası könüllü. Biz hamısını götürə bilmirik. Çünki o bir xaos olar və o heç nə öyrənə bilməz. Kütləvi şəkildə bu hansısa bir meşə aksiyası deyil ki, deyək, buyurun 100 nəfəri biz qəbul elədik, getdik, ağaclarımızı əkdik, çıxdıq, gəldik. O deyil də. 30-40 könüllünü biz müxtəlif həftələrə bölürük. O proqramlar əsasında onlar işləyir və onları təlimlərimizə cəlb eləyirik, onları tədbirlərimizə cəlb eləyirik. Amma ümumilikdə bəli, 800-ə qədər boyun könüllümüz var. Onlar hansı fəaliyyətlərə deyirsiniz daha çox? Onlar sosial işədə, SMM-də, hüquqi sahiyədə, dairəliyə qədər, art terapiyaya qədər, pedaqoji fəaliyyətə qədər. Məsələn, bizim könüllərimiz var ki, gəl uşaqlarla hazırlıq keçir. Məktəbə aparırlar, gətirirlər. Çünki biraz ərazi uzaq məsafəmizdə, artıq bir 10 dəqiqə piyada balacaları məsələn müşahidə eləyirlər. Ona görə könüllülər təkcə onunla bitmir. Tədbirlərimiz olanda könüllülər ümumiyyətlə bizim yanımızda. Sizin daimi könüllü bazanız var artıq. Amma belə müddəti nə qədərdir? 2 aydır da. 2 ay, bəli. Onun 1 ay təlimlər müddətidir, 1 ay praktiki fəaliyyətdir. Əgər istəyərlərsə, eyni zamanda 1 ay müddətində də uzada bilirlər. Yəni 3 aya qədər uzana bilir könüllülüyün müddəti. Öz ərizələri əsasında uzadırıq müddəti. Bəli. Hətta təcrübə keçənlər də olur universitetlərdə. Bəli. Müxtəlif universitetlərin tələbələri var ki, bizdə könüllülük və praktika fəaliyyətində aktiv iştirak edirlər. Bakı Biznes Universitetidir, Azərbaycan Universitetidir. Ən çox o universitetlərin sosial iş tələbələri gəlir və müəyyən kolleclərin, pedaqoji kollecin, başqa universitetlər olur ki, məsələn Bakı Dövlət Universiteti, UNEK və s. tələbələrin özləri müraciət edirlər ki, biz gəlib sizdə praktik fəaliyyətlə məşğul ola bilərik. Yəni birbaşa universitet yox, tələbələrin özləri də çox sayda müraciətləri olur. Əgər təcrübə imkanı olmazsa, biz onları könüllü fəaliyyətinə yönləndiririk ki, adı könüllü olsa da yenə də onlar üçün bir təcrübə fəaliyyətidir. Nəticədə bu sosial şəbəkənin uşaqların formalaşmasında elə bir rolü var ki, müsbət tərəfləri də olduqca çoxdur. Amma mənfi tərəfləri də uşaqların sosial şəbəkələrdən düzgün istifadə etməməsidir. Uşağın gecə saat 12-də, 1-də nə işi var? TikTokda, Instagramda, Facebookda. Ümumiyyətlə, məsələn, bizim uşaqların heç birinin telefonu yoxdur. Amma bura gəlib düşmə səbəblərinin bir çoxu sosial şəbəkələrdən cəlb edilmələrdir. Bax, problem budur. Uşaq diqqətdən kənarda qalırsa, o yanlış yerə yönələcək, yanlış istifadə eləyəcək, yanlış işlərə başını qatacaq.
Və nəticədə də nə olacaq? Bir ailənin dağılması, bir ailədə faciənin yaşanmasını gətirib çıxardacaq. Mən məsələn çox düzgün hesab edirəm ki, artıq biz onunla da bağlı keçən dekabr ayında çox böyük bir konfrans elədik və internet üzərindən istifadələrdə uşaqların yaşadıkları, uşaqların aludəçilikləri, qumar oyunları, müxtəlif digər oyunlar var ki, asılı vəziyyətə salır, komanda proqramları olan oyunlar və biz onunla bağlı da elə müraciət elədik, debat apardıq, konfrans keçirtdik ki, bunun qarşısı alınsın və artıq 16 yaşa kimi uşaqların internetdən istifadə eləməsinə, qeydiyyatdan keçməsinə qadağa qoyuldu. Mən məsələn təklif edirəm ki, 16-18 yaş arasında olan uşaqları da limitləşdirib və eyni zamanda dəqiq valideyn nəzarətinə versinlər. Amma valideyn buna nəzarət eləyirmi? Eləmir. Məsələn, bizdə elə uşaq olub ki, asılı olub da telefondan, kompüterdən, sosial şəbəkədə əlini sürtməsə özünü çox pis hiss eləyirdi. Biz onu o vərdişdən uzaqlaşdırırıq, artıq reabilitasiyası yekunlaşır, hər şey qaydasına düşür. Uşaq gedir evə. Deyək ki, ya ananın, ya atanın hansısa bir xoşa gəlməz hərəkətlərini uşaq izləməsin deyə təzədən telefon verir ona. Məşğul ol, mən gəlirəm. Öz rahatlığı üçün bir növ qurban verir. Getdimi yenə? Biz ikinci dəfə elə bir uşağı qəbul eləmişik. Bərbad günü. Yəni artıq onu dirçəltməyin yolu yox idi. Çünki əməlli başda o bir söz var, pis də olsa deyəcək, baş getmişdi. Elə və də anaya əl qaldırmışdı. Çünki ana günahkarı. Ananın səbəblər var idi. Mən kimisə şəxsi həyatına qarışmaq deyil niyyətim. Amma sənin şəxsi həyatın da varsa, sən bunu el eləməlisən ki, sənin uşağın bundan zərər. Gördünüz də çayın kənarında, meşə ətrafında bir zonamız var. Oranı düzəldəcəyik. Akuna Matata düşərgəmiz başlayacaq. Qızlar düşərgəsi başlayacaq. Kofe shop deyəsən açmaq istəyirsiniz. Elə ora olacaq, bəli. Kofe shop eləyəcəyik. Kofe mən burada bişirəcəm. Bax, mən nə edəcəyəm? Mən kofe bişirəcəyəm. Mən düzdür, sabun bişirməyəcəyəm, amma kofe bişirəcəyəm. Hər şey Elnurə müəllimə demişkən uşaqlarımla. Çox xoş oldu, həqiqətən səmimi bir buraxılış oldu. Təşəkkür edirəm bizi qarşıladığınız üçün, qonaq dəvət etdiyiniz üçün. Minnətdaram. Əziyyətiniz danılmazdır. Sizə uğurlar arzulayıram. Var olasınız. Sağ olun, çox sağ olun. Həqiqətən də mən həmişə eksprompt çəkilişləri çox sevirəm. Çünki hazırlaşmağı heç sevmirəm ki, hazırlaşım gün belə oturum. Və əgər fikir vermişsinizsə, mən podkastların heç birində o bilir, FIFA variantında deyiləm. Elə nə tapmışam, geymişəm, oturmuşam. Və bu bizim gələndən ilk çəkilişimizdir. Biz elə sizin vasitənizlə cəmiyyətə də buradan səslənib demək istəyirəm ki, uşaqlarınıza vaxt ayırın. Onlarla o bəyənmədiyiniz kəndlərə tez-tez gedin. Çünki bizim kökümüz var. Biz o kökləri unutmayaq. O köklər bizi ayaqlarımızın üstündə möhkəm dayanmağı öyrədir. Aparın, uşaqlar balaca da olsa o xatirələrini gələcəkdə mütləq canlandıracaqlar, yaşadacaqlar. Və sizə daha çox bağlanacaqlar. Sağ olun əziz izləyicilər. Özünüzə və uşaqlarınıza yaxşı baxın.